Bədgümanlıq nədir? Yəni Allahdan xeyir gözləntisində olmamaq. Yəni Allahın rəhmətinə ümidvar olmamaq. Adamın ürəyində Allaha qarşı bədgümanlıq olur, özü də bilmir. Yəni Allahın rəhmətini lazımi şəkildə dəyərləndirmir. İntizarı, gözləntisi az olur Allahdan, səhv gözlənti də olur. İndi açacağım bu mövzunu. Baxın mövzunun önəminə. Fəth surəsindən ayə oxuyuram sizə. Və yuazzibul münafiqinə vəl münafiqat. Buyurur ki, Allah münafiq kişi və qadınlara əzab verəcək. Vəl müşrikinə vəl müşrikat. Müşrik kişi və qadınlara da əzab verəcək. Müşrik və münafiq kişi və qadınlar ki, Allah onlara əzab verəcək. Onların əsas xüsusiyyəti nədir? Buyurur ki, əzzaninə billah zənnəs-səv. Allah barədə bədgüman olandılar bunlar. Bir dənə xüsusiyyət deyir, vəssalam. Deyir, Allah müşrik kişi və qadınlara, münafiq kişi və qadınlara əzab verəcək. Bunların xüsusiyyəti nədir? Bunlar Allah barədə pis gümandadılar. Sadə görünən məsələdir. Amma görün Allah necə qınıyır. Niyə mənim rəhmətimə arxalanmırsan? Niyə mənim qüdrətimə arxalanmırsan? Niyə mənim vədələrimə inanmırsan? Sonra görün nə tünd danışır Allah bunlar barədə. Buyurur ki, aleyhim dairətüs-səv. Onlar üçün, belə deyə də, demirik, ölüm olsun onlara. Allah deyir, pis fikirləri başlarına gəlsin onların. Və qəzibəllah aleyhim. Allah onlara qəzəb eləyəcək. Allahın qəzəbi olsun onlara. Və lə'anəhum. Dayanmır və lənət olsun onlara və əəddə ləhum cəhənnəmə və səət məsira. Onlar üçün cəhənnəm hazırlanıb və o nə pis dönüş yeridir. Görün, necə sərt ayədir bu. Quranda az olar bir ayədə bu qədər lənət, əzab. Nəyə görədir bunların hamısı? Vəziyyəti başa düşürsünüz? Görürsünüz necə mühüm məsələdir? Niyə bu qədər əzab? Allah haqqında düz fikirdə olmadıqlarına görə. Allahdan xeyir gözləntisində deyirlər. Allahın rəhmətinə ümidvar deyirlər. Çox tünd ayədir, çox tündür. Allah qəddar deyil, belə sözlər danışır. Allah rəhimlidir. Bunların vəziyyəti görün nədir? Bunlar görün nə haldadılar? Bunların halları bu əzabları tələb eləyir. Və möminlərin də qəlbində bədgüman olsa, pis güman olsa, Allah çox qəzəblənir. Allah deyir, məyər bizlə danışanda, deyir, məyər imanın yoxdur mənə? Elə bir böyük sənə deyir ki, ged arxandayam, neynəsən narahat olma, mən varam, heç nədən narahat olma. Sən yenə əsirsən, o böyük qəzəblənir. Deyir, axı sənə dedim, ged, rahat ol. Allah o əzəməti ilə deyir, qüdrətim, rəhmətim sənin ixtiyarındadır, ay insan. Arxalan mənim qüdrətimə, rəhmətimə, arxayın ol, narahat olma, ürəkli ol. Sən ki, ümidsizlik yaranır səndə, sarsılırsan, Allahın bu xoşuna gəlmir. Allah deyim, məni nə sayırsan? Mən deyirəm ki, mən sənin arxandayam, mən sənə dəstəyəm, inanmırsan mənə? Məni nə hesab edirsən? Allah istəyir, biz bütün qəlbimizlə onun mehribanlığını qəbul eləyək, onun qüdrətini qəbul eləyək. Buna deyirlər Allah barədə hüsn-i zənn, yaxşı gümanda olmaq. Psixoloqlar deyir ki, bir insanın mehriban bir arxası, dayağı olmasa, müxtəlif psixoloji problemlər olacaq o insanın. Arxası olan adamlar, özünə güclü arxa, dayaq nöqtəsi tapan adamlar ürəkli olur həyatda, möhkəm olur. Allah Həzrəti Davuda deyir ki, mənim Peyğəmbərim, istəyirsən sənlə eyni məqamda olan insanı sənə göstərim? Maraqlı hədisdir bu. İstəyirsən elə bir insanla səni tanış eləyim ki, sənlə eyni məqamdadır, sən Peyğəmbər ola. Maraqlı gəldi Peyğəmbərə. Dedi, bəli, istəyirəm, əlbəttə istəyirəm. Özü Peyğəmbər də bilir ki, bu məqama çatmaq nə deməkdir. Dedi, kimdə o mənə göstər, tanış olum. Allah ünvan verdi. Dedi ki, bir ailədə bir mömin qız var, möminə qız var, odur. Filan ailədə. Getdi, qapını döydü, dedi, mən Davud Peyğəmbərəm. Dedilər, ey Allahın Peyğəmbəri, xoş gəlmişsiniz, buyurun içəri. İndi bu qızla mı görüşür? Deyim, mən qızınızla Allahın əmri ilə görüşməliyəm, Allah istəyib. Başlayır ona suallar verməyə ki, görsün bu necə olub gəlib Peyğəmbərlə həm dərəcə olub, eyni dərəcədə olub. Deyirsən, nə əməl sahibisən, say əməlləri danışır. Məsələn də indi deyək, namaz qılıram, oruç tuturam filan, adi şeylər. Həzrəti Davud görür, yox, bu adi məsələdir, bu xüsusi bir şey yoxdur burada. Deyir, hallarından danış mənə, müsahibə alır elə bil ondan. Hallarından danış, nə hallar keçirdirsən, bu başlayır saymağa. Görür ki, halları da adidir. O danışır, bir yerə çatır, deyir, mən bir dənə də xüsusiyyətimi deməyə Allahın Peyğəmbəri, mən Allah barədə hüsn-ü zənn eləyirəm, yaxşı gümandayam. Peyğəmbər soruşur ki, əlaməti nədir bunun, yaxşı gümanda olmağın?
Deyir ki, mənə hər hansı bir çətinlik üz verəndə deyirəm, Allah indi mənə məhəbbət göstərir. Allah mənləndir, narahatçılığa əsas yoxdur. Allah çətinliklə də mənə sığal çəkir. Allah sevdiyindən bəla göndərib, sıxıntını özü verib, mənləndir, görür və həll eləyəcək hər şey, öz əlindədir. Həzrəti Davud deyir ki, baba, budur, məsələ budur. Bəsdir, kifayətdir. Həmin xüsusiyyətdir ki, səni mənlə bərabər eləyib. Görürsünüz nə qədər az istəyirlər bizdən. Allah deyir, mənə ümidvar ol. Mənə gümanın düz olsun. Vəssalam. Mənlə düz ol. Düz gözləntidə ol. Mənim rəhmətimə düzgün ümidvar ol. Qiyamət günü namaz imkanı var. Alimlər var məclisdə. Deyəcəklər, yox. Qiyamət günü deyəsən, Allah, 2 rükət namaz mənə kömək eləyər. Deyirlər, yox da, namazın burada köməyi yoxdur. Oruç tutun bir gün çoxda ki, qiyamətdən neçə illə qalır adamlar. Bir gün oruç tutun, orada oruc xeyri yoxdur. Zikir deyim, xeyri yoxdur. Sədəqə verim, veriləsi bir yer yoxdur, orada sədəqə işləmir. Hər şey gücdən düşür. Bircə şey qalır qiyamətdə ki, orada da adamın köməyinə çatır. Deyir, bəndəyə Allah deyir ki, get cəhənnəmə, aparın cəhənnəmə, mələklərə deyir. Mələklər bunun qolundan tuturlar, aparırlar cəhənnəmə, hədisdir bu. Buyurur ki, bu adam baxır arxaya. Arxaya baxa-baxa dayanır, gedir, arxaya baxır. Allah deyir mələklərə ki, bunu buraxın, deyəsən sözü var bunun. Sözü nədir? Deyir ki, ilahi, heç inanmazdım ki, məni cəhənnəm atasan. Allah deyir ki, buraxın onu. Mən barədə xoş gümandadır, gümanlı doğrultmalıyam. Ondan sonra deyir ki, and olsun izzət və cəlalıma, bu düz demir, yalan deyir. Dünyada bir gün bu gümanda olsaydı, işi bura gəlib çatmazdı. Bu hədis haqda düşünün, xahiş edirəm. Amma yenə də burada da yaranıbsa, nicat verəcəm. Bu hədisə görə mənə etiraz eləyənlər olub ki, necə yəni bir dənə gümanla, bilirsiniz, o da bir işdir, hər adama qismət olmur ki, orada deyəsən ki, mən gözləntim budur ki, sən mənə əzab atmayasan, bu da bir göstəricidir demək istəyir. Bu da bir xüsusiyyətdir. Deməli, bunda nəsə nur var. Allah deyir, qiyamətdə aqibətin dəyişir, bircə gümanına görə, zənninə görə. Bəzilər deyir ki, belə danışanda adamlar arxain olur, cürət tapır, günah eləyir. Vallah yox. Günaha cürət bir söz kim tapır? Allah'a ümid eləyənlər yox, həyasızlıq eləyənlər. Deyir, nə eləmişəm mən? Yox. Bir də var deyəsən, mən böyük cinayət eləmişəm, bilirəm, amma rəhmət ondan daha böyüdür. Bunu deyən heç vaxt ayağı yer tutmaz. Bunu deyən axır nicat tapar günahdan. Bu ümid yaxşı ümiddir. Bir dənə də gözəl, şirin hədis oxuyum sizin üçün bu gecəyə. Bir hədiyyə olsun məndən. Həzrəti Musa aleyhissalam deyir ki, ilahi, mən istəyirəm peyğəmbərlərin Allahla münacatı olub da, istəyirəm ən pis bəndövi mənə göstərəsən. Sənin ən pis bəndön kimdir? Həzrəti Musaya Allah deyir ki, get şəhərdə deyən, şəhərin qapısında. Səhər tezdən ilk çıxan adam ən pis bəndəmdir. Ən xoşlamadığım adam, ən pis adam. Gedir, dayanır Həzrəti Musa orada, görür bir kişi çıxdı, uşağının əlindən tutub gedir. Cavan, bir kişinin yanında da balaca uşaq. Məsələn, yeni yetimə uşaq, ya cavan uşaq. Deyir, indi təşəkkür edirəm ilahi, bu duamı qəbul elədin, gördüm pis bəndəni. İndi istəyirəm ən yaxşı bəndövi mənə göstərəsən. Ən yaxşı bəndön kimdir? Deyir, get şəhərin qapısında deyən, birinci şəhərə axırıncı kim daxil olsa ki, qapı bağlanır, axırıncı daxil olan mənim ən yaxşı bəndəmdir. Çox eşitməli hədisdir bu. Həzrət Musa gəlir, dayanır, görür həmin kişi gəlir uşaqla, təəccüb eləyir. Ən pis bəndövi göstər, deyirəm, onu göstərsən. Axşam olur, deyirəm, ən yaxşı bəndövi göstər, yenə də həmin adam göstərsən. Nə oldu ilahi, bu necə oldu belə? Deyir, Musa, bu oğlu ilə gedirdi. Günahkar kimi evdən çıxmışdı, gedirdi. Uşaqda var axı böyüyə sual vermək. Uşaq ondan soruşdu ki, ata dağları görürsən, o dağdan böyük nə var? Deyir, bu ata cavab verdi ki, o dağdan böyük yer var, yer. Dağlar yerin üstündədir, yer dağdan böyüdür. Bütün yeri açsın, dağdan böyüdür. Dedi, bəs ata, uşaq soruşar da, ata yerdən böyük nə var? Dedi ki, oğlum, göylər. Dedi, ata, göylərdən böyük nə var? Deyir, atası ağladı, dedi ki, oğlum, atanın günahları, sənin atanın günahları hər şeydən böyüdür. Ondan sonra oğlu soruşdu ki, ata, bəs atamın günahlarından, sənin günahlarından böyük nədir? Deyir, qəhərləndə, ağlaya-ağlaya dedi ki, oğlum, Allahın rəhməti, Allahın rəhməti. Vəssalam. Yaxşı bəndə olmaq üçün kifayətdir, Allah deyir, bəli, mən çox şey istəmirəm. Rəhmətə belə sığınasan, belə inanasan. Bir dənə dedi ki, Allahın rəhməti hər şeydən böyüdür. Allah deyir, oldu mənim ən yaxşı bəndəm. Nə qədər gözəl sözdür bu.
Ərəfə günü gözəl gündür. Qürub vaxtı, Ərəfə günü gün batanda deyirlər ki, Allah hamını bağışlayır, bir adama qəzəb eləyir. Kimə? O adam ki, Ərəfə günü ibadət eləyib, axırda deyir, görəsən Allah məni bağışladı ya yox. Sual verir, tərəddüd eləyir. Allahın ən azıq gələn adam budur. Həcdə Səfa ilə Mərvə arasında səy eləyəndə Allah qismət eləsə, orada dualar var. Duanı oxuyursan, deyir ki, ilahi, mənim sənə gümanımı yaxşı elə. Gör, həssas yerdə verdiyi duaya bax. Orada çox mühüm ibadət yeridir. Allah imtihan verir bizə, bilirsiniz nə üçün? İmtihan verir bizə, görsün ki, nə qədər Allaha arxayınlıq. İşi budur ancaq. Nə qədər Allaha arxayınlıq. Bir dənə də sizə ayə oxuyum Əhzab surəsindən. Diqqət eləyin mənə. Əhzab döyüşündə Allah Quranda danışır. Əhzab surəsinin bir dəfə açın tərcüməsinə baxın. Deyir ki, neməti yad eləyin ki, Əhzabda sizə kömək göndərdim. Siz görmürdünüz. Mən sizə Əhzab döyüşündə kömək göndərdim mələklərdən, siz görmürdünüz. Müsəlmanların vəziyyəti çox pis idi Əhzab müharibəsində. Əhzab nə deməkdir? Hizblər, dəstələr. Surənin adı da budur. Yəni müşriklər nə qədər qəbilə var idi, dəstə var idi, hizb var idi, yığmışdılar, bütün güclərini toplamışdılar müsəlmanlara qarşı. Hamısı. Hər qəbilədən adam var idi. Ən çətin müharibə idi. Müsəlmanlar qorxu içində idi, sarsıntı içində idi. Dedilər də axırımızdır. Müsəlmanlar belə dedilər. Böyük qismi. Ayələrə baxın. Buyurur ki, Allah, o zaman onlar üstünüzə gəlirdilər. Yerdən, göydən tökülürdülər. Yuxarıdan, aşağıdan düşmən sizə tərəf gəlirdi. Dalıca buyurur ki, və izzağətil əbsar və bələğətil qulubul hənacir. Deyir ki, qorxudan gözləriniz bərəlmişdi. Hədəqəsindən çıxırdı, Allah danışır. Və ürəyiniz ağzınıza gəlirdi qorxudan. Əsas söz budur bundan sonra. Və buyurur ki, və təzunnunə billahiz zununa. Deyir, siz Allah barəsində orada ən müxtəlif fikirlərə düşdünüz. Orada ürəyiniz titrədi. Allah barədə müxtəlif fikirlərə düşdünüz. Hunalikə btuliyəl mu'minun və zulzilu zilzalən şədida. Möminlər şiddətli imtihana çəkildilər və möhkəm sarsıldılar. Ondan sonra buyurur ki, və iz yəqulul munafiqun vəllezine fi qulubihim məraz ma va'adanallah və rasuluh illə qurura. Deyir, orada münafiqlər və ürəyində xəstəlik olanlar dedi ki, Allah və Peyğəmbəri bizə yalan vəd eləyib, biz batdıq. Allah deyib, bilirsiniz neynədim? Çətinlik yaratdım. Hamımız belə deyir, qurban olum Allaha, Allah onu asandır demək. Çıxılmaz vəziyyət yaradıram hərdən sizin üçün. Özüm eləyirəm. Hər yandan yolu bağlayıram, indi görüm, deyirsən qurban olum Allaha, rahatdır hər şey. Nə olar, hər şey onun əlindədir. Orada bilinir. Deyir, burada qəlbində xəstəlik olanlar şəkkə şübhəyə düşdülər. Bədgümanlıq gizli idi, üzə çıxdı. Nə bilək, bizdə var, burada oturanlarda yox. Elə bir şərait yaransa bilinəcək. O bədgümanlığı içdə saxlamayın ki, axır məqamda, çətin situasiyada o ki, deyir ona, görəsən nə olacaq? O deməkdir ki, sən Allaha inanmamısan. Sən bədgümansan Allah barədə. Deyirsən, ay Allah, bu necə imtihandır? Hər yandan yolu bağlamısan, deyirsən, mənə güman. Belə bir məsələ budur da. Məsələ budur. Çətinlik gəldi, qorxmayasan, əldən düşməyəsən, inamınızı saxlayasan. Mən başa düşdüyüm bu yaşdakı yavaş-yavaş 50-yə yaxınlaşıram. Başa düşdüyüm budur ki, sən demə Allahın bütün imtihanlarının əsas məqsədi budur. Görüm mənə qarşı fikrin necədir, dəyişir ya yox. Görüm imanın sarsılır ya yox. Yəni mən barədə gümanın nədir? Sən demə Allahın işi bundan imiş. İmtihanları bundan ötürü imiş. Bütün. Qəlbinizin dərinliyində kiçik qardaşınız kimi deyirəm, bir zərrə Allaha bədgümanlıq saxlamayın, arxalanın ona, ümidvar olun, sözlərinə inanın. Özümə deyirəm, mənim üçün çətindir bunu danışmaq, çünki çətin mövzudur bu. Kim deyir, bir damcı İmam Hüseynə göz yaşı axıtdı, vəcəbət ləhul cənnə, cənnət ona vacibdir. İndi bu məclisdən çıxanda deyəsən ki, yox əşi, bir dənə göz yaşına görəsən mənə bağışladılar, eləməyin belə, Allahın xoşu gəlmir. Məclisdən sonra İmam Hüseynə təşəkkür eləyin, deyin, ağa, təşəkkür edirəm ki, məni tərtəmiz elədin bugün. Allah bilirsiniz nə deyir? Deyir, kim mənim barədə nə gümanında olsa onu doğruldacam. Sən desən, yox əşki, Allah məni bağışladı, deyir, Allah deyir, axı bu mənə gümandadır, mən barədə bu zəndədir, olmaz doğrultmayayım. Bəzi duan qəbul olmaya bilər, amma bu mütləq qəbuldur. Buna şübhəz olmasın. Kim desə ki, mən rəhmətinə ümidvaram, düzdür mən günahkaram, amma bağışladı bu gecə. Allah deyər, yaxşı deyil, axı bu deyir dili ilə ki, Allah məni bağışladı, mən bunu bağışlamayayım. Bu mənim Allahlığıma yaraşmır. Mənim Allahlığımla bir araya sığmaz.
Düşünməyin belə ki, görəsən bu suizəndir ayələrini oxudun. Allah qəzəbli danışır belə adamlarla.